Salam bağbanlar və bağ həvəskarları, hər birinizi salamlayıram. Evgüllü epifilum. Loru dildə hamı buna kaktus deyir. Siz də kaktusunuzun belə çiçək açmağını və iki qönçəsi burada var, biri burada var, biri burada var. Çiçək açmağını istəyirsiniz. O zaman bir qayda var. Qızıl qayda var ki, kaktusları necə eləmək olar, çiçək açsınlar. Bütün bu kaktuslara aiddir. Kaktuslara və soğanlı bitkilərə aiddir. Bu qayda da nədən ibarətdir? Bu gül, epifilum məndə bağdaydı. Bağda bütün qışı qalıb bağda və tumurcuqladı deyə gətirdim evə. Bağda qalırdı. Bütün qışı orada qalıb, soyuqdur. Mən həftədə bir dəfə gedirdim. Onda da bir otağı qızdırırdım. Digər otaqlara istiri getmirdi. Bu da soyuq olan otaqların birində idi. Deməli, birinci qayda epifilum və digər kaktuslar və soğanaqlı bitkilər birinci qaydası soyuq görməlidirlər. Durğunluq dövrünə girməlidirlər. İkinci qaydası isə həmin o durğunluq dövründə, həmin o soyuqda qaldığı müddətdə su verilməməlidir. Bütün qışı qaldı bağda, bax soyuq idi, otopleniya yoxdur orada, kombim yoxdur, gedəndən sadəcə olaraq bir otağı qızdırırdım, su epifiluma vermirdim, kaktusa vermirdim və nəticədə bax belə məni gözəl çiçəklə sevindirdi. Bunu mən 2024-cü ildə bir dənə belə budaq formasında sarayda bir qohumumun bağından gətirdim və 2024-ün yayında gətirmişdim. 25-in yayı, 26-nın yayı 2 ilə belə bu boyda, bu formada oldu və artıq üstündə 2, 4, 5 dənə çiçək var. Bir də qısa təkrarlayım, kaktusların gül açmağını istəyirsinizsə, qışda soyuq yerdə saxlayırsınız və su vermirsiniz. Buna aiddir dekabristə, Schlumbergerə aiddir, Hiperastruma aiddir, Amarellis'ə aiddir, bunların hamısına aiddir. Demək istəyəcəyim bu qədərdir, çox uzatmayayım videonu. Əgər maraqlı gəldisə, buralarda aşağıda bəyən düyməsi var. Abunə olmağı da unutmayın. Şərhlərinizi də yazın. Sizdə varmı bu güldən və siz çiçək açması üçün nə edirsiniz?